Avtobus zolağı əslində çox yaxşıdır. Düzdür, biraz müəyyən bir müddət sıxlığa səbəb oldu, düzdür, amma artıq öyrəşib cəmaət, yəni mən də müsbət yanaşıram. İctimai nəqliyyat vaxtında getməlidir. Biz Avropaya getsək, Amerikaya getsək, görürük ki, orada hər bir ictimai nəqliyyatın qrafiki var. Və həmin qrafikdən gəlir. Mən Amerikada yaşayarkən biz bu Washingtonun DC-də yaxında yaşayırdıq və təsəvvür edin ki, avtobus bizim yaşadığımız binanın həyətinə gəlirdi. Düz binamızın qabağında dayanacağı var idi. Və mən ora getmək istəyəndə saata baxırdım və 3 dəqiqə qalmış düşürdüm ora. Vaxtında avtobus gəlib dayanırdı və vaxtında çatırdı da. Avropada da eyni qaydadır. Bizdə isə bu səbəbdən baxırsan ki, bəzən o avtomobillər həmin zolaqlara da deyəlim ki, hardasa çıxmaq üçün girirlər, tələsirlər və avtobusa qabağını kəsirlər. Ən azından avtobuslar sürətli olmalıdır, vaxtında getməlidir. Mən hətta tərəfdarıyam ki, bu avtobus zolaqları hər yerdə olsun.